Salam, bugünkü dərsimiz bağlayıcıdır. Bağlayıcı bilirsiniz ki, köməkçi nitq hissələrindən biridir. Digər köməkçi nitq hissələri kimi bağlayıcının da yalnız qrammatik mənası olur. Yəni cümlə üzvü ola bilmir, suala cavab vermir, söz yaradıcılığında iştirak edə bilmir. Yalnız və yalnız qrammatik mənası olur. Bağlayıcıların bəs vəzifəsi nədir? Biz bu nitq hissəsindən nə üçün istifadə edirik? Gəlin ona baxaq. Deməli, bağlayıcılar sözləri, cümlələri və abzasları bağlamaqda bizə çox kömək etmiş olurlar. Yəni vəzifəsi budur. Sözləri, cümlələri və abzasları bağlamaq. Bağlayıcı quruluşca sadə və mürəkkəb olacaq. Sadə və mürəkkəb. Yəni düzəltmə olan bağlayıcı və yaxud digər köməkçi nitq hissələri yoxdur. Köməkçi nitq hissələri ya sadə olur, ya da ki mürəkkəb olur, ya da ki ikisi sadə və mürəkkəb olmuş olacaqlar. Sadə bağlayıcılar çoxdur. Məsələn, və bağlayıcısını göstərə bilərik, amma bağlayıcısı, sonra lakin, isə və s. Bunlar hər biri bağlayıcılardır, sadə bağlayıcılardır. Mürəkkəb bağlayıcılar iki yerə ayrılacaq. Bir var bitişik yazılan bağlayıcılar, bir də var ayrı yazılan bağlayıcılar. Bitişik yazılan bağlayıcılar çox deyil, 4 dənədir. Bunlar hərgah bağlayıcısı var, hərgah, bax. Bu bitişik yazılar. Ondan sonra ha belə var. Ha belə. Nə inki var. Sonra hal, bu ki bağlayıcısı var ki bunlar bitişik yazacaqlar. Və bitişik yazılan bağlayıcılarımız oldu 4 dənə. Bir də var ki ayrı yazılan bağlayıcılarımız. Bunlar çoxdurlar. Məsələn, belə ki, nə də, ondan sonra o cümlədən, o sıradan, eləcə də, özü də, belə ki və s. və ilə axır. Yəni bir xeyli ayrı yazılan bağlayıcılarımız var. Bağlayıcılar, bunu yadda saxlayın, testə düşür. Sintaktik vəzifəsinə görə iki yerə ayrılacaq. Sintaktik vəzifəsinə görə. Bunlardan biri tabesizlik bağlayıcısıdır, digər isə tabelik bağlayıcısı olacaq. Və bunların hər birinin işlənmə məqamı var. Bu nə deməkdir? Tabesizlik bağlayıcısından biz həmcins üzvləri bağlamaqda istifadə edəcəyik. Yine sual verə bilərsiniz ki, həmcins üzvlər nədir? Həmcins üzv deyəndə eyni suala cavab verən, eyni cümlə üzvü olan və eyni cümlə üzvü ilə bağlı olan sözlər nəzərdə tutulur. Məsələn, deyirik ki, Ümid və Orxan məktəbə birlikdə getdilər. Nə etdilər? Getdilər. Kim? Ümid və Orxan. Baxın, bunlar həmcins üzvlərdir. Eyni suala cavab verdilər və eyni cümlə üzvü ilə bağlı oldular. Gördüyünüz kimi, iki dənə sözü, sadə cümlənin tərkibində iki dənə həmcins sözü bağlanmış oldu. Bir də var deməli, tabesiz mürəkkəb cümlə. Sintaksis bölməsində bu haqda daha geniş danışacağım. Deməli, tabesiz mürəkkəb cümlələr nədir? Bunlar bir-birindən asılı olmayan, biri digərini izah etməyən cümlələrdir. Mən çox dediyim bir cümlə, amma o eşitmədi. Bu da ikinci cümlə. İki dənə cümləni bağlamaqda mənə kömək elədi. Bu da oldu tabesiz mürəkkəb cümlələr. Bir də var tabelik bağlayıcıları. Tabelik bağlayıcıların bircə işlənmə yeri var ki, o da yalnız tabeli mürəkkəb cümlələrdə görəcəksiniz. Tabeli mürəkkəb cümlələri istifadə edilir. Məsələn, mən iclasa gecikdim, çünki dərsim var idi. Baxın, gördünüz, tabeli mürəkkəb cümlədə istifadə etdik. Bildiklərini təkrar et ki, yaddan çıxmasın. Gördüyünüz kimi, yenə tabeli mürəkkəb cümlədə istifadə etmiş olduq. Tabeli mürəkkəb cümlə nədir? Qısa bir məlumat verim. Biri digərindən asılı olan, biri digərini tamamlayan, izah edən cümlələrə tabeli mürəkkəb cümlələr deyilir. Bildiklərini təkrar et ki, niyə təkrar edib? Yaddan çıxmasın. Bu da onun cavabı oldu. Bu oldu baş cümlə, bu da oldu budaq cümlə. Adətən baş cümlənin sualı budaq cümlədə verilmiş olur. İnşallah bu haqda geniş danışacağıq. Bir şey yadda saxlayın ki, tabelik bağlayıcıları həmcins üzvləri bağlaya bilməz. Tabesi mürəkkəb cümlədə də qismən istifadə edilmir. Qismən deyəcəm. Çünki müəyyən məqamlarda istifadə edə bilirik. İndi inşallah sintaksisdə geniş şəkildə danışacağım sizə. Başınızı qarışdırmaq istəmirəm. Hələlik bu qədər bilsəz bəhsinizdir. Bir də ki, yadda saxlayın ilə lalə. Bunun deməli şəkilçiləşmiş variantı mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. Bu həmcins üzvləri daha çox bağlanmış olacaq. Bunu yadda saxlayın, testə düşən məqamlardan biridir.
Bizim tabesizlik bağlayıcılarımız 6 dənə olacaq. Bunlardan biri birləşdirmə bağlayıcısıdır ki, və ilə lalədir. İnkarlıq bağlayıcımız var, nədə. İştirak bağlayıcıları həm də, də, nəinki, özü də, eləcə də və s. Bölüşdürmə bağlayıcıları var, ya da, gah da və yaxud və s. Aydınlaşdırma bağlayıcılarımız yəni ki, məsələn, bunu yadda saxlayın. Çünki tabelik bağlayıcısında da aydınlaşdırma bağlayıcısını görmüş olacaqsınız. Tabesizlikdə yəni ki, məsələndir, yadda saxlayın. Sonra qarşılaşdırma bağlayıcıları var. Amma, ancaq, lakin, halbuki, isə və fəqət. Bunlar oldu bizim tabesizlik bağlayıcılarımız. Sonra tabelik bağlayıcıları var. Tabelik bağlayıcılarımız 4 dənədir. Səbəb bağlayıcıları var. Çünki, ona görə ki, onun üçün ki, onun ötürü ki, o səbəbə ki və s. Şərt bağlayıcıları əgər, hərgah, madam ki, indi ki, bir halda ki, güzəşt bağlayıcıları hərçənd ki, aydınlaşdırma bağlayıcıları tabelikdə ki, belə ki. Burada işlənən ki, belə kidir. Tabesi bağlayıcısını istifadə etdiyimiz nə oldu? Yəni, məsələn. Bunu yadda saxlayın, qarışdırmayın. Bağlayıcılara vergülün işlənməsi məqamları var. Gəlin o haqda danışaq. Deməli, gördüyünüz kimi burada ya da, nədə təkrarlanıb. Bu nə deməkdir? Təkrar olunan bağlayıcılardan əvvəl vergül qoyulmuş olur. Birinci istisna olmaqla. Məsələn, bura hansılar daxildir? Ya da, nədə, gah da, istərsə də, həm də və s. bura daxil olacaq ki, bunlardan əvvəl vergül qoyulmuş olur. Deyir ki, ya sən deyəcəksən, ya da mən. İki işdən birinin mümkünlüyü burada nəzərdə tutulmuş olur. Gördüyünüz kimi ikincidən əvvəl vergül qoyulub. Birincilik istisna olmaqla. Nə o danışırdı, nə də Leyla. Və gördüyünüz kimi burada da nədədən əvvəl vergül gəlib, ikincidən əvvəl vergül qoyulmuş olur. Bir də mən burada ellipsisdən istifadə eləmişəm. Siz yəqin ki, artıq ellipsisin nə olduğunu bilirsiniz. Ellipsis o deməkdir ki, burada yəni sözlər və şəkilçilər ixtisar edilir. Buna biz ellipsis deyirik. Baxın, ya sən deyəcəksən, ya da mən deyəcəyim də demirəm. Təkrarlamıram. Təkrarın qarşısını almaqdan ötürü xəbərimi ixtisar eləmişəm. Nə o danışırdı, nə də Leyla danışırdı. Demirəm. Nə o danışırdı, nə də Leyla. Bitdi. Yəni, ixtisar etmiş oluram. Buna ellipsis deyirlər. Sonra şəkilçilərin ixtisarı olur. Deyirəm ki, iclasda müəllim, şagird və valideynlər iştirak edirdi. Müəllimlər, şagirdlər şəkilçisini durmadan təkrar etmirəm. İxtisar etmiş oluram ki, buna da ellipsis deyəcəyik. Bunları da yadda saxlayın. Sonra burada deməli amma bağlayıcısı var. Eyni zamanda amma, ancaq, lakin, fəqət, isə, ondan sonra o cümlədən, o sıradan, çünki, ona görə ki, ondan ötürü ki və s. bağlayıcılardan əvvəl vergül qoyulmuş olacaq. Mən ona çox dedim, amma o əməl etmədi. Gördüyünüz kimi ammadan sonra, daha doğrusu əvvəl vergül qoymuşam. Burada deməli dadə bağlayıcısından sonra vergül qoyulur. İkincisi istisna olmaqla. Lalə də vergül, Gülşən də bu işə çox şad oldular. Gördüyünüz kimi dadədən sonra vergül qoyulur. Dedi ki, bugün gəlməyəcək. Burada ki-dən sonra vergül qoyulmuş olur. İndi ki belə oldu, onda mən bu işə qarışa bilmərəm. Bir şey yadda saxlayın. Bunlardan biri güzəştdir, güzəşt bağlayıcısı. Biri də şərt bağlayıcısıdır. Bunlarda vergülün qoyulması necədir? Budaq cümlədən sonra vergül qoyulur. Bu bağlayıcılardan sonra filan vergül gəlmir. Buna yadda saxlayın. Budaq cümlə tamamlanır, ondan sonra mən vergülümü qoymuş oluram. Bu deməli aiddir güzəşt və şərt bağlayıcılarına. Bunlar tabeli mürəkkəb cümlədə daha çox istifadə edilmiş olacaqlar. Elə budaq cümlədə bildiyiniz kimi tabeli mürəkkəb cümləyə aiddir. Baxın, indi ki belə oldu, bu mənim budaq cümləm, onda mən bu işə qarışa bilmərəm, bu da oldu mənim baş cümləm. Hərçənd fikrini bildirmişdi, vergül, amma onunla razılaşmadılar. Gördüyünüz kimi bu oldu deməli mənim budaq cümləm, bu oldu mənim baş cümləm. Bayaqlar deməli dedim ki, tabeli mürəkkəb cümlələrdə tabesizlik bağlayıcısına istifadə edilmir. Amma baxın, bəzən belə məqamlar olur.
Gördüyünüz kimi, hərçənd ki olanda, deməli bunlar olduğu vaxt onun ikinci hissəsində tabesizlik bağlayıcısı verilmiş olur. Yəni bəzən belə hallar da deməli olacaq. Sonra bizə bir söz deməyəcək. Belə kidən sonra vergül qoyulur. Bu işdən heç xoşu gəlmədi. Mən burada deməli hər iki tərəfindən vergüldən istifadə eləmişəm. Nəyə görə? Çünki mənim birinci cümləm tamamlanıb, artıq məcburam ki, vergülümü qoyum. Ondan sonra belə ki gəlib, bu mənim ikinci cümləmdir. İkinci cümlədə görürsünüz ki, belə ki əvvəl gəlib və ondan sonra vergülü qoymuşam. Bunu yadda saxlayın. Vergülün işlənməsi haqqında hələ ki bu qədər bəhsinizdir mənim fikrimcə. Sonra keçək digər məqamlara. Deməli, ki bağlayıcısını siz həm bağlayıcıda görəcəksiniz, həm də ki ədat dərsində görəcəksiniz. Yəni testə düşür deyə indidən verməyi mən vacib saydım. Deməli, bu nə vaxt bağlayıcı olur, nə vaxt ədat olur. İndi onu fərqləndirməyi mən sizə başa salacağım. O dedi ki, bugün gəlməyəcək. Bax, görürsünüz burada ki, cümlənin ortasına gəlib. Ki'dən əvvəl feili var, xəbər var. Ondan sonra da vergül qoyulub. İki dənə cümləni bağlayıb. O dedi, bir cümləm, bugün gəlməyəcək iki cümləm. Gördüyünüz kimi, iki dənə cümləni bağlayıb. Ki'dən əvvəl deməli feil gəlib, ki'dən sonra vergül gəlib. Deyəcəm ki, bu bağlayıcıdır. Çünki öz vəzifəsini yerinə getirib də, iki dənə cümləni bağlayıb. Sən ki belə deyildin, baxın, ki ortada gəldi, amma bu dəfə nə baş verdi? Bundan əvvəl feil yoxdur və bundan sonra vergül qoyulmayıb. Bir dənə söz var, əvəzlik var, sən əvəzliyi. Deyirəm ki, bu ədatdır. Cümlədə sadəcə olaraq qüvvətləndirib. Siz onlara getməyəcəkdiniz ki, və burada da bu ki sual ədatı olacaq. Cümlənin sonunda gəldi, görürsünüzmü? Ədat olanda cümlənin sonunda gələcək. Bizim də bəxtimiz gətirmir ki, gətirmir. Baxın, buradakı da ədat olacaq. İndi deyəcəksiniz ki, ay müəllim, ki'dən əvvəl feil gəldi, xəbər gəldi. Ki'dən sonra da vergül gəldi də. Elə bayaqlara birinci cümlədə axı siz dediniz ki, bu bağlayıcıdır. İndi burada niyə ədat götürürsünüz? Nəyə görə? İndi onu izah edeyim. Gördüyünüz kimi burada hər hansı bir cümləni bağlamaq xidmət etmir. Sadəcə olaraq sizə belə deyim, təkrarlanan xəbərlər var. Bədii məqsəd üçün təkrarlanıb. Bir qədər emosionallıq qatmaq üçün. Ona görə deyirəm ki, bu ədatdır. Sadəcə olaraq xəbərlər təkrarlandı, hər hansı bir iş görmüş olmadı. Bir qədər cümləni qüvvətləndirmiş oldu. Bu vaxt siz buna ədat deyəcəksiniz. Bu qədər bəsit. Sən ki doğrudan da öz işini yaxşı bilirsən. Baxın, burada ki'dən sonra vergül qoyuldu, amma nəyə görə? Və buradakı ədatdır. Modal sözün tələbini əsasən, deməli, mən vergüldən istifadə etmiş oldum. Ədatla bağlı deyil mənim qoyduğum vergül. Gördüyünüz kimi, modal söz gəlib, ona görə də vergüldən istifadə etmişəm. Bu qədər bəsit. Mən fikrimcə rahatdır. Sonra digər bir məqama baxaq. Dadə bağlayıcı, yelik al şəkilsi, yoxsa ədat. Bilirsiniz ki, dadəni siz həm bağlayıcıda görəcəksiniz. Sonra yelik halda artıq görmüsünüz. Yelik al şəkilsi də həmçinin dadədir. Bir də ədat dərsində görəcəksiniz. İndi gəlin bunları ayırmağa baxaq. Deyirəm ki, o da gəlsin. Baxın, dadə bağlayıcıda, iştirak bağlayıcısı da hamı gəlib, o da gəlsin, o da iştirak eləsin. Hamı gəlib, yəni o da iştirak eləsin. İştirak məzmununu özündə qoruduğuna görə deyirəm ki, bəli. Və cümlənin ortasına gəlib də, belə deyək. Bu bağlayıcıdır. Gəl çıx da, burada gördüyünüz kimi da cümlənin sonunda gəldi və bir qədər cümlənin məzmunu qüvvətləndirdi. Ədatdır. Cümlənin sonunda gəldi. O bizə gəzməyə gəlsə də ağzına bıçaq açmırdı. Baxın, burada gördüyünüz kimi sasə gəlib, bu özü tabeli mürəkkəb cümlədir və bu isə budaq cümlədir, bu isə də baş cümlədir. Deməli, biz baxırıq ki, burada sasə var. Sasədən sonra gəlirsə mən bunu ədat deyəcəm. Bakıda hava gah isti, gah da ki soyuq olur. Baxın, sual verirəm. Harada? Harada hava soyuq, isti olur? Harada? Baxın. Da burada sualın tərkibinə daxil oldu. Mən Bakıda sözünə sual verə bildim. Deməli, bu həm də ki bitişik yazılıb. Fikir verirsinizmi? Deməli, bu yelik halın şəkilçisidir. Bu qədər bəsit. Çünki ədat olsa, bağlayıcı olsa sual verə bilmərəm. Sualın tərkibinə daxil ola bilməz. Kənan da, Lalə də, Nuriyə də bu işə çox şad oldular.
sadalamadan istifadə etmişəm. Yəni hamı şad olub, onlar da şad olublar. Öz sevinclərini bildirmiş olurlar. Onlar da bu məsələdə iştirak eləyiblər. Bir iştirak məzmunu var, sadalama var. Qüvvətləndirmə məzmunu yoxdur. Ona görə deyirəm ki, bağlayıcıdır və daha çox cümlənin ortasında gəlib. Ədat olanda daha çox sonunda gəlmiş olur, gördüyünüz kimi. Bu da gördüyünüz kimi rahatdır, çətinlik yoxdur. Sonra ancaq sözü həm bağlayıcı ola bilər, həm ədat ola bilər. Yaxşı, biz bu sözü necə fərqləndirəcəyik? Bir şey yadda saxlayın. Əgər cümlələri birləşdirirsə, bu deməli bağlayıcıdır. Amma cümlələri birləşdirmirsə ədatdır. Bu birinci məqam. İkinci məqam. Bağlayıcıdırsa, amma, sonra lakin, fəqət və isə ilə əvəz eləyə bilərəm. Amma ədatdırsa, yalnız ədatı ilə əvəz eləyə bilirəm. Bu qədər bəsit. Bu da oldu ikinci məqam. Gəlin cümlələrimizə baxaq. O çox çalışdı, ancaq işi istədiyi kimi olmadı. Baxın, bir dənə cümlə buradadır. Bir dənə cümlə buradadır. Və iki cümləni bir-birinə bağladı. Bu nə olacaq? Bağlayıcı. O çox çalışdı, amma, lakin, fəqət işi istədiyi kimi olmadı. Ancaq sənə etibar edə bilərəm. Atırıq. Yalnız sənə etibar edə bilərəm. Görürsünüz, yalnızın əvəz eləyə bildim. Deməli, bu ədatıymış. Bu suala ancaq sinifin ən çalışqan şagirdi cavab verə bildi. Bu suala yalnız sinifin ən çalışqan şagirdi cavab verə bildi. Ədat. Və cümlələrdə bağlamadı. Gördüyünüz kimi cümləni bağlasaydı bağlayıcı deyərdim. Əsmin etdiyi səhvi anladı, ancaq çox gec idi. Əsmin etdiyi səhvi anladı, amma, lakin, fəqət çox gec idi. Gördüyünüz kimi bir dənə cümlə buradadır, bir dənə cümlə buradadır. İki dənə cümləni bağladı və bu deməli olacaq bağlayıcı. Gördüyünüz kimi rahatdır. Sonra hətta bağlayıcısı haqqında sizə məlumat verim. Hətta həm bağlayıcı, həm də ədat ola bilir. Deməli, ədat olduğu vaxt yenə eynən ancaq deməli sözündə olduğu kimi cümlələri bağlamayacaq, sözləri bağlamayacaq. Bu zaman mən buna ədat deyəcəm. Hətta onlar da bu işə razılaşmadılar. Görürsünüz, bu ədatdır. Tək oldu, tək qaldı. Cümlələri bağlamadı. Əvvəlində hər hansı bir cümlə də gəlməyib. İclasda çox məsələ müzakirə olundu. Hətta bəzi problemli məsələlər həllini tapdı. Görürsünüz, cümlələri bağladı. Cümlələri bağladığına görə nə oldu? Bu bağlayıcı oldu. İki dənə cümlənin ortasını istifadə etmişəm. Öz vəzifəsini yerinə yetirib. Deməli, bu bağlayıcıdır. Bugünlük dərsimiz bu qədərdir. Ümid edirəm ki, sizə rahat olar, aydın olar. Sağ olun.